Tahir müəllim, sizi salamlayırıq. Özünüz haqqında tamaşaçılarımıza istəyərdim ki, qısa bir məlumat verəsiniz. Çox sağ olun, təşəkkür bildirirəm. Mən Xudiyev Tahir Bərxudaroğlu, Ağdam şəhərində anadan olmuşam. Mən özüm ilk öncə gənclik vaxtımda Bakıya gəlib köçmüşəm. Sonra və Rusiya və keçmiş SSR məkanında Ukrayna və Rusiya ərazisində yaşayıb, orada ticarətlə məşğul olmuşam. Tahir müəllim, 20 yanvar hadisələrində sizin aktiv fəaliyyətiniz olub. Bu bir çoxlarına məlumdur. Ən çox da yaşlı nəslə, orta nəslin nümayəndələrinə. Hadisələrlə bağlı hətta eşitdiyimizə görə, bildiyimizə görə Rusiyada da olmuşsunuz. Yanvar hadisələrinin növbəti il dönümü yaxınlaşır. O günləri necə xatırlayırsınız? Mən Allah bu günə geçsin bir də qayıtmasam, o bizim Azərbaycanın tarixində bir qanlı səhifə idi, yazıldı. Həm qanlı səhifə kimi yazılmaq demək olar, həm də müstəqilliyimizin 20 yanvar hadisəsi Azərbaycan dövlət müstəqilliyinin mən belə biləm ki, bir sıçrayışıdır. Yəni qanlarla ilk şəhidlərimiz oldu. Mən hamısı şəhiddir orada gedənləri mən heylə adlandırıram. Hətta o vaxtı imtiyazlı şəxslərin görüş keçirdi. Milli Məclis İqtisadi Şöbəsinin rəhbərliyi, orada da belə söhbət olundu bununla bağlı. Mən fikrimi bildirdim. 20 yanvar şəhidləri Azərbaycanın müstəqil dövlətçiliyində ilk şəhidlərindən olmuşdur. İlk şəhid deyəndə bəli, mən Azərbaycan 1982-ci ildə mənim əmim şəhid oldu. Xan kəndində diri-diri hamamda istisna ermənilər tərəfindən yandırılmışdı. Amma 20 yanvarı xatırlayarkən mən o dövrlərdə, mən bayaq dediyim kimi keçmiş SSR məkanı Ukrayna və Rusiyada ticarətlə məşğul olduq. Burada da o vaxtı Azərbaycanda xalq öz vətənpərvərlər hərəkatı başlamışdır. Sonradan mən də gəldim bu milli hərəkatda qoşuldum. Yəni milli rol. Mənim ona ki, özüm əsli Qarabağlıyam. Birinci mən qoşulmalı, nümunə olmalıydım hamıya, mənim kimi insanlar. Sonradan burada həmin 20 yanvar günü bizim o Azərbaycanın informasiya qıtlığı idi. O vaxtda Sovet Rus İmperiyası tərəfindən dövlətimizin əl qolu o vaxt Azərbaycanda çox qeyrətli dövlət strukturalarımızda milli ruhlu dövlət qulluq edən insanların da var idi ki, özümüz də bilmədən o milli ruhlu insanlarımıza dəstək olurdu. Yəni özümüz bir və təmasda deyil, amma bizə sərbəstlik yaradılır ki, onlar eləyə bilmi biz o işləri görək. Mən o dövrdə yenə də o dövlətin içərisində qeyrətli insanların və milli xalq hərəkatının ziyalıları ilə hazırladıq Azərbaycan ədalətsizliyə, Rus İmperiyasının vəhşiliyini. Biz həmin vaxtı 20 yanvarda aeroportdan o vaxtı insan var, indi bilmirəm, əslən Dərələzlidir, Həsən Bəndəliyev. O idi, mərhum Doktor Axundov vardı 5 nömrə xəstəxanada. Məni aeroporta gətirib yola salanda, oradan indiyənə kimi adam var. Təsəvvür edin ki, o aeroportun işçilərdə bir dənə samolyotda təsəvvür 2 nəfər sərnişin. Biri də mən. Gül yeşiyin içərisində sənədlər hazırlanmışdı. Biz Moskvada beynəlxalq təşkilatlara, mənim işim oydu, beynəlxalq təşkilatları onu paylamaq. Azərbaycandakı Rus İmperiyası tərəfindən törədilən vəhşiliylə bağlı. Və Moskvada getdim, olduq və orada həmin sənədləri beynəlxalq təşkilatı yayımladıq və oradakı Azərbaycanın ziyalı vətənpərvər insanları ilə görüşlər keçirildi. Həmin o ərəfədə o 20 yanvar hadisəsi ilə bağlı mənim o dövrdə mitinqlər başladı. Azərbaycan nümayəndəliyi vardı. Orada mərhum Ulu öndərimiz Heydər Əliyev şəxsən həmin o tədbirdə mən onun iştirakını gördüm, canlı şahidi oldum. Yəni Ulu öndərin tövsiyəsi ilə oradakı Azərbaycanlıların həmrəylik olub, yəni öz etirazlarını bildirməyə. Yəni oradakı Azərbaycanlıların sağ olsunlar ki,
oradakı Azərbaycanda, Rusiyada yaşayan Azərbaycanlılar ayağa qalxdı, öz etirazlarını bildirdi. Mən sonradan gəldim Azərbaycana, qayıtdım, yəni boynuma düşən yükü həyata keçirəndən sonra və burada o elə bir vəziyyət idi ki, 20 yanvarda hələ 40 şəhidlərimizin 40-ı yaxınlaşırdı və təzəvvür 2 nəfər, 3 nəfər bir yerə yığışa bilmirdilər. 2-3 nəfər yığışanda Rus hərbiçilər tərəfindən həbs olunurdu. Bizim də o dövrdə ki, hüquq mühafizə orqanları əl-qolu bağlı idi. Yəni, bütün səlahiyyətlər Ruslardaydı. Biz o dövrdə, mən onu demək istəyirəm ki, 40-a hazırlıq gedəndə 20 yanvarla bağlı, o vaxtı Milli Azadlıq Hərəkatının 4 rayonu, Suraxanı, Xətai, Nizami və Əzbəyev rayonunu, hərəsi təsəvvür ki, 10 minlərlə insan elə bir xalqla o dövlətdə bir həmrəylik var idi. Yəni bu, mənim o vaxtı atamın Böyük Vətən müharibəsi 50 idi. Dövlət tərəfindən, o vaxtki dövlət tərəfindən Zaporojye markalı maşı verilmişdi. Nömrəsi 0707, ona görə deyirəm ki, nömrəsini də deyirəm. Və bir dənə göy 01 vardı, Həsən Bəndəliyev. Bayaq öncə çəkdim, əslən Qərbi Azərbaycan Dərələzdəndir. Yaxın çox vətənpərvər bir qardaş idi. Mənlə bərabər, yəni mənlə bərabər deyəndə o xalqı biz yığmamışdıq. Yəni o xalqı, o hərəkatın başında duran insanlar yığmışdır və razılaşılmışdır. Əzbəyev rayonu, Əzbəyev metrosunda Suraxanı rayonu, ondan sonra Əzbəyev rayonu və Nizami rayonu orada qoşalaşıb və Qaqarın mostunda da Xətai rayonunu birləşəcəkdi. Bizim isə işimiz o idi Həsən Bəndəliyevlə. Orada elə bir biz onların ötürücü rolunu oynuyorduk. Qabağa gedirdik ki, təhlükə yoxdursa, biz gəlirdik maşınla həmin o insanlara, yəni təhlükə olmamanı bildirərək qabağa gedirilirdi. Mən onu bildirirəm ki, təzə 10 minlərlə insanın, biz Qaqarin mostu deyilirdi, indi sökülüb, həmin o most sökülmüşdür. Onu keçəndən sonra bizə də məlumat verilmişdi ki, Ruslar tərəfindən hətta təxribatçı qüvvələr vardı. Sovet Rus İmperiyasının xüsusi xidmət orqanları xidmət edən adamlar ki var idi. Qəsdən deyirdilər ki, o minlərlə insanı o vaxtı Domsovet deyirdik də, o vaxtı meydan hərəkatı da onun qarşısında olmuşdu. Onların qabağına, orada da Rus hərbiçilərinin orada məskunlaşırdılar. Bizi də orada şəxsən tanıdığım bir insan vardı. Bizi məcbur elədi ki, mən Aygun Şadlığı, yəni Domsovetə çatmamış. Orada bizi ki, bəs siz Domsovetin qabağına xalq getməlidir. Yəni bu xalqın qarşısında da 2 maşın, mənim sürdüyüm o Zaporojye markalı 0707 və bayaq dediyim Həsən Bəndəliyevin göy 01 Jiguli vardı. Yəni bunları deyirəm ki, yəqin əgər aidiyyəti xüsusi xidmət orqanlarında da əgər çəkiliş ola bilər ki, ya olsun, ya qalıb, ya qalmayıb. Yəni mən ona görə o maşınların markasına deyirdim. Həmin o insan bizi məcbur eləyirdi ki, Domsovetin qabağına cəmaat aparaq. Təsəvvür 10 minlərlə insanlar idi. Mən onu orada, üzr istəyirəm, kamera qarşısında deyilməyən təhqirici sözlə onu təhqir etdim. Xalq aparıldı, 40'ı ziyarət olundu və danışıldı. Mən bir də arzum odur ki, həmişə o vaxtı insan, gənclər toy eləyəndə 26'larda gedirdi, 26'ları gəlinlə bəy ziyarət edirdi. Bax, bizim Şəhidlər Xiyabanı. Mən içimdən gələndir, tövsiyəm odur ki, gənclərimiz, bax bu evlənən gənclər, gəlirlər, bax onları ziyarət eləməyi mənim öz arzumdur, yəni öz fikrimdir. Orada 20 yanvar şəhidlərindən mənim yaxın dostlarım, rəhmətli mənim yaxın qohumlarımdan idi, orada şəhid olanlardan. Biz sonradan isə qayıtdıq, yəni 20 yanvarla bağlı. Bir dənə onu xatırlayıram ki, ilə hazırlıq, sonra da ilə hazırlıq gedirdi.
Təsəvvür edin ki, 2-3 rusların qorxusu, hərbçilərin qorxusundan heç kim çölə çıxa bilmirdi. Mən fikirləşdim, nə edeyim olar? Bu qəzetdə də, bu əllər dünyasında da o dövrdə bu yazı gedir. Fikirləşdim, deyək, mənim öz fikrim, yəni fikirləşdim ki, bu Rəmiş vardı, kitaraçı, məşhur kitaraçı idi. Xalqın da sevimlisi idi. Mənim öz ideyam oldu. O vaxtı xalq cəbhəsində Xəqani Hüseynov vardı. Xəqani Hüseynovla danışdıq ki, cəmaatı ayağa qaldırmaq üçün, bu qorxu xofun, buradan Ruslardan qorxu xofunu götürmək üçün, yəni bu insanlar qalxmalıdır ki, birləşilsin. Xəqani də mənim bu ideyam çox xoşuna gəldi. Razılaşdıq, mən Rəmişlə görüşüldü. Rəmişi hətta getdim öz evimdə saxladım. Onun çox əziyyətini də çəkdik. Və danışıldı Kinoteatr Sevincdə Şəhidlər adına xeyriyyə konserti ilə hazırlıq. Yəni əsas da məqsəd o idi ki, o dövrdə Sovet Rus İmperiyasının hərbiçilərindən vətəndaşlar qorxurdu. 2-3 nəfər çıxanda həbs edirdilər. Və bu qorxunu götürmək üçün bu ad altında bunu təşkil eləmək və bu ideyam xoşuna gəldi. Xəqani də rəhmətliyin, mən bilən Ukraynada rəhmətə getdi, Xəqani Hüseynov. Xalq hərəkatı vaxtında Nizam Rayıncı başçıda işləmişdi, biri. Sonra bizim o vaxtki rayon icra hakimiyyətinin Raykom partiyasının katibi var idi, birinci Rafiq Sultanov. Onunla görüşüldü. İndi gələ haqqıçına deyəsən, dövlətimizin içində vicdanlı, vətənpərvər insanlar az deyildi. Rafiq Sultanov da dedi mən öz növbəmdə, mən danışacağım günün xəbərlərində şəhidlər adı ilə güya ki konsert verilir. Hətta Azərbaycan Dövlət Televiziyasına bu xəbərlər getdi. Bir neçə dəqiqəlıq. Kinoteatr Sevincdə 2 gün konsert gedildi. Təsəvvür edin ki, o konsert adı altında insanlar nətər gəldi. Rəmişin o kitarasının, yəni o Rəmiş sevənlər adı altında. Əsas məqsəd. Sonra orada mərhum, mən yadıma gəldi, yazıçı və jurnalist vardı. Sürüz Təbrizli. O konserti təşkil eləməkdə məqsədiniz onda sadəcə xalqı bir araya gətirmək idi. Bəli, bəli. Yəqin altında başqa məqsədi, onu istəyirəm deyərsiniz. Bəli, bəli. Bəs onun altı konsert deyirik. Konsert deyildi. Əsas məqsəd o idi. Hətta o vaxtki siyasi liderlərdən bu konserti təşkil edəndə bizə acığı tutmuşdu. Belə yəni ki, etirazını bildirmişdi bu konsertin olmağına. O vaxtda da heç kim də qorxusundan, Rus hərbçilərin qorxusundan heç kim çölə çıxa bilmirdi. Əsas məqsəd o idi ki, həmin bu siz dediyiniz kimi bunun altında siyasi məqam vardı. İnsanları bir araya gətirmək. O vaxt o Sirus Təbrizi də gəldi, çıxartdıq orada danışıq eləsin xalqın qarşısında. Təsəvvürlə qapını sındırdılar Kinoteatr Sevincin. Xalq gəldi ora. Təsəvvürlə həmin o bir ildırım sürətinə iskra verdi. Onunla da insanlara qorxu xofu götürdü. Hətta mən o siyasi liderlərin birinə mən öz etirazımı bildim. Dedim ki, bəs siz dediniz ki, belə bu etiraz Rəmişlə bağlı konsertdə etirazı bildim. Amma bu indiki həmin bu konsertin sayəsində insanlar ayağa qalxdı. Mənim o vaxtı böyük qardaşım vardı, Xuduxudiyev. Hətta o mənə çox qaba davrandı ki, mənim o sözümə qarşı, siyasi liderə qarşı mən elə yəni köntəyə cavab verdim ki, yəni siz qoymurdunuz, amma indi belə. Sonrası isə məlum oldu, indi şükür Allaha. Sonra da ki, azadlığa çıxdıq. Həmin o birlik, bu 44 günlük qələbəmizin, müharibəmizin qələbəsinin elə həmin o xalqın birliyi, həmin bu 44 gün müharibədə bir daha özünü göstərdi. Yəni o ağır momentdə bizim xalqımız... Onda belə çıxır ki, həmin dönəmdə də hakimiyyət, indi biz SSR-ni nəzərdə tutmasaq da, Azərbaycanın özündə bir Azərbaycanlılar, təmiz qanlar var idi ki, Azərbaycanın üzərində idilər. Demək istəyirsiniz ki, həmin dövrdə də xalqla bir idilər. Nə dərəcədə bir idilər? Bir demək, mən sizə demək istəyirəm ki, o demək hamını ora daxil etmək olmaz. Məsəl üçün, dövlətin içərisində o dövrdə hamısı birisini çəkinirdi. Sovet Rus İmperiyasından çəkinirdilər. Ya da hüquq mühafizə orqanlarının içində biz vətənpərvər insanlar, yəni özləri istəsəydilər, yəni hüquq mühafizə orqanları o dövrdəki çox insanlar həbslər gedərdi.
çox həbslər olardı. Onların özü də şəraitdə yaradılırdı ki, bu hərəkətlər olunsun, xalqın xeyri üçün. Yəni mən siz ola bilər ki, mən bir elə bu danışıqdan vaxtda mənim yadıma çox maraqlı indi 20 yanvarla bağlı mənim xatirələrim, yəni biz tərəfdən görülən işlərdir, yadıma gəlir və sonrası çox maraqlı məqamlar da var ki, mən o da 88-ci illərə aid. Biz istəyirik ki, siz həmin qaranlıq məqamlara toxunasınız. Çünki 20 yanvar hadisələrindən bu yana hər il danışılır, bu hadisələr haqqında məlumatlıyıq. Amma məncə kifayət qədər məlumatlı deyilik də, o qaranlıq tərəfləri deyəsiniz. Bilmədiklərimizi deyəsiniz, gələcək nəslin bilmədiklərini deyəsiniz. Bəli, mən demək olar ki, 88-ci ildə mən hərbi Sovet Rus imperiyasının ordularından Azərbaycana qeydiyyatda olanda mən olsam da, yəni Ukrayna, Rusiyada ticarətlə məşğuldum və yəni özümə uyğun məsəl üçün şəraitlər də yaradılmışdı, evdə nə də götürülmüşdü. Yəni başqa o vaxt alma satma mümkündür. Başqa kimlərsə oranın vətəndaşlığının adına evlər almışdıq. Həm Moskva, həm də Odessanın üzündə. Mən dözə bilmədim, sözün düzü. Hər şey o ticarətimi də atdım. Yəni mən yenə deyirəm, mən uşaqlıqdan mən Qarabağdan, Ağdamdan çıxmışam. Mən Azərbaycana qayıtdım, həmin milli hərəkata qoşuldum. Mən demədim ki, orada liderlik elədirəm. Mən özümə görə bir öncüllərindən biri oldum. Və orada bacardığım köməkliyi əsirgəmədim. O 88-ci ildə o vaxtı ən əsasda Topxana meşəsindən başladı meydan hərəkatı. Orada dağınıqlıq bir yer idi. Hər rayonlarda vətənpərvər insanlar qalmışdı. Əsas da ən nöqtə, qaynar nöqtə Qarabağda Ağdam idi. Qarabağın mərkəzi. Və orada məndə ziyalılardan tövsiyə elədilər ki, Ağdamlı ki, mən Ağdamdan olduğum üçün, amma mən uşaqlığından Ağdamdan çıxmışam. Çox insanı mən tanımıram Ağdamdan. Dedilər ki, oradakı siyasi hərəkata qoşulan liderlərlə görüş tanımaq lazımdır. Bakı ilə paytaxtla əlaqə qurulsun. Mən təlimatlar verildi mənə. Mən o vaxtı gənc idim. Ağdama getdim. Mənim Ağdamdan tanıdığım çox insan yox idi. Dostluq elədiyim İslam Abbasov var idi Ağdamdan. Gənclik dostum idi. O məni apardı. Ağdam Qaracaxana qəbirstanlığı deyirik. Əskərənə yaxın. Orada gecə bir qəbirstanlıqda rəhmətlik Eldar Bağırovdur. Allah verdi milli qəhrəman Eldar Bağırov. Allah verdi Bağırovun qardaşı Eldar Bağırovla Eldar Bağırovla görüşdük. Məndən verilən təlimatlar Eldar Bağırovla görüşdük. Təlimatları Eldar Bağırova bildirdim. Rəhmətlik şəhidimiz Eldar Bağırov da həmin bu təlimatlarla çox məmnun oldu. Və mən orada sözüncü insanlar, yüzlərlə insan vardı o Qaracıq qəbirstanında gecə saat 2-də, 3-də. Mən çox insanı tanımırdım, yəni Ağdamlı olsam da. Və orada mənim qonşularım, mənim vardı, Nadir dayı vardı, bir məktəbdə oxumuşam 2 nömrəlidə. Oğlu Adil var idi, yəni mənim şəxsən indi hal-hazırda yaşayır. Və Eşən var idi, indi də o insan durur, Mamedov. Və onlar orada sonradan həmin insanlar der ki, mən filan kəsəm. Amma mən Adil idi, rəhmətliyin yanındakı tanıdığım insan. Sonradan Eldar Bağırov, Allah verdi o Bağırovun qardaşı, mənə bir insan qoşdu ki, paytaxta qayıdım. Paytaxta qaydanda gördük ki, miting dağıdılıb, insanlar həbs olunub. Bir tanıdığım bir tanış dedi ki, hamı tutuldu, sizin qardaşınız da tutuldu, mənim böyük qardaşım Xuduq deyib. O vaxtı orada Əfqan döyüşçülərinə rəhbərlik edirdi, təxribatların qarşısı alınmağına rəhbərlik edirdi. Mən gəldim elə bir vəziyyətdə, o vaxtı 28 metrosunun qarşısında, Dəmiryol Prokatosunun qarşısında Rus hərbiçiləri orada baxmırdı, xanımdı, əlildi, dubinka ilə, avtomat ilə, qundağı ilə də vuruldu. Dözə bilmədim, bir xanım qızı da vurdu, yıxıldı yerə. Mən məcbur oldum, o xəstə əlili yasamaldan idi. Bir də xanım cavan qızı. Xanım qızı etirazını bildirəndə Rus hərbiçilərinə ki, sən bu əlini niyə vurdun? Qızı da təzəvvürün başına dubinka ilə vurdu, qız da yıxıldı.
Mən həmin bu zədələnənləri Semaşqa o vaxt xəstəxanasına apardıq. Təcil tibbi yardıma indi Səhiyyə Nazirinin yerləşdiyi yerdə. Orada baş həkim var idi. O vaxtda da yəni yaralananları, ölənləri gizli saxladılırdı ki, beynəlxalq təşkilatda bilinməsin ki, Azərbaycanda bu törədilən qətilanlar məlumatsız olunsun. Mən tələb elədim ki, yəni bu gətirdim yaralanan at familiyası tarihindən mən bilməliyəm. Orada mənlə başladılar, hüquq mühafizə orqanları çağırdılar üstümə, etiraz bildirdilər. Məndə belələr də var idi. Mən o vaxt elə bir dövr vardı, kimdi, hər bir insan biraz emosional danışırdı, kütlə onun qarşısında ətrafına toplaşırdı. Sonra bir polis polkovniki zabiti gəldi. Təsəvvür eləginən ki, mən onda gördüm ki, yəni ki, milli ruhlu, dövlətimizin hüquq mühafizə orqanında milli ruhlu qeyrətli insanlarımız az deyildi. Mən onun yaxasını da ağlaya-ağlaya yaxasını tutdum ki, mən orada ölüləri də bildim, gördüm. O da günahkar kimi sakit durmuşdu, heç nə deyə bilmirdi. Başladım mən o dövrdə indi üzr istəyirəm. Yəqin danışığıma görə məni izləyən tamaşaçılar da hər birisindən üzr istəyirəm. Məndə ağır səhhətimdə problem tənəffüsümdə problem olduğuna görə danışıq tərzimdə yəni danışığım da ola bilər, çətinlə danışıram. Mən də özümdən asılı olmayaraq o ölünü gördüm, yaralıları gördüm. Bu yaralar mən gətirmişdim. Əsəbdən gözüm yaşardı. Bir də baxdım ətrafı yüzlərlə gənclər, tələbələr. Yəni mən belə danışdıqca, belə qayıtdım, getdim. Orada Valaska çayxanası deyirlər. Oraya öz-özümə danışa-danışa gedirəm. Bir də görürüm ki, mənim arxamca kütlələr gəlir. Bax, mənim arxamca gəlir. Mənim özüm xəbərim olmadan. Yəni ki, o dövr heylə idi. Gələndə Valaska çayxanasının qabağına çatanda gördüm sağ tərəfdən köhnə avtovağzal var. Oradan da yüzlərlə insanlar gəlir. Böyle biz Valaska çayxanasına gələndə oradan da o əhalinin, xalqın qabağında gələn bir də gördüm ki, mənim yaxın dostum. Həmin yaxın dostum Azərbaycan Dövlət Televiziyasının jurnalisti idi, İsmail Əliyev. Allah qəni-qəni rəhmət eləsin, vətənpərvər bir insan idi. Sonra isə İsmail Əliyev Azərbaycan Dövlət İctimai Televiziyasına həmkarların sədri keçdi. Sonra orada işləyəndə də rəhmətə getdi. İsmail məni gördü, bir-birimizə sarılışdıq. Təsəvvür et ki, o minlərlə əhalinin qarşısında İsmail Əliyevlə mən olduq. Yəni biz elə bil özümüzdən sonra bu xalqın qarşısında biz gedirdik. Biz Tibb Universitetinin qarşısından gedəndə bir də bir cavan gənc yaxınlaşdı bizə, yalvarıcı bir xahişlə ki, qardaş, buradan xahiş edən bu xalqı, o vaxt indi Nəsimi rayonu deyilir, Nəsimi o vaxt adına üzlənərək Ermənikət sayılırdı. Ora cəmaat gedilməsin. Bayaq dediyim kimi, Rusiya Xüsusi Xidmət Orqanının agentləri var idi. Xalqın arasında qəsdən xalqı provokasiya yönəldirirdi, pogroma yönəldirdilər ki, bu Azərbaycan xalqını və o vaxtı bizi bir vəhşi xalq kimi, dövlət kimi qələmə versin. Mən hiss elədim ki, yəni bax bu bizim dövlətimizin Xüsusi Xidmət Orqanının əməkdaşlarından olduğunu hiss elədim. Yəni o vaxtı bizim xalqımızda, dövlətimizdə qeyrətli insanlarımız var idi. Yəni o yalvarırdı ki, xalqı Erməni kəndə, Nəsimi kəndə aparılmasın. Biz gəldik orada Nəsimi polis idarəsinin qabağından aşağı düşəndə bizim hüquq mühafizə orqanına əli qolu bağlı idi. Ruslar silah işlədirdilər ondan. Həm də talpanın içində təxribatçı qüvvələr var idi ki, Nəsim varsa ermənilərin evlərinə pogroma apartmaq istəyirlər. Biz imkan vermədik. Gəldik, düz 26'lar bağının qabağına, 26'lara gələndə, o vaxt 26'lar, indi də həmin oradadır, 26 rayon Raykom partiyası deyilirdi. Ora gələndə gördük, Ruslar hamısı durub, arxamızda 10 minlərlə əhali. Gördük ki, orada bizim o vaxtı Aydın Məmmədov, mərhum filologumuz vardı. Allah qəni-qənə rəhmət olsun, vətənpərvər qeyrətli insan idi. O ruporla müraciət edirdi xalqa ki, bilirdilər ki, xalqı təxribatçı qüvvələr pogroma sürüklənmək istəyir. İndiki sağdır, mənim çox hörmətlə bəslədiyim, həmin bu hərəkatda böyük rolu olmuş, türkçülükdə, yəni
Turançılıqla, türkü ilə Sabir Üstəmxanlı, yəqin siz də tanıyasınız, xalqımızın sevimli yazıçı və şairi Sabir Üstəmxanlı da Aydın Məmmədovla, yəni onun tarixi mən şahidlərindənəm ovudu. O da müraciət eləyirdi ki, xalqı, kütləni pogromlara sürükləndirməmək üçün. Bu da xalqımızın, dövlətin o vaxtki xeyrinə idi. Sonra oranın katibi var idi. Mən bir şey demək istəyirəm ki, mərhum şəhidimiz Vəli Məmmədov, Allah qəni-qəni rəhmət, vertoqda həlak oldu. Mən bunu heç kəs bilmir. Amma mən o tarixdən onun canlı şahidiyəm mən. Vəli müəllim rəhmətlik şəxsən məni tanıdığına görə, mənim atam Qarabağlı, Ağdamdan olsa da mənim anam Yardımlıdandır. Mənim dayım 41-45-də həlak olub, rəhmətli Vəli Məmmədovun da uşaqlı dostu olmuşdu. Vəli müəllim də mənə şəxsən tanıyırdı. Məni görəndə xalqın qarşısında o əhalini biz idarə eləməyə bacarır. Vəli müəllim xahiş elər ki, oğlum, milləti ruslar qıracaq, siz çalışın, cəmaət dağılsın. Mən qaldım orada köməkli eləməyə. Yəni o dövrdə, yəni bizim yenə deyirəm, hüquq mühafizə orqanları müdaxilə eləyə bilmirdi. Yəni orada xalqın içindən xalq idarə edə bilən insanlar xalqı idarə eləyə bilirdi. Gətirdim, indi ağlı olan bilirdi ki, bu xalqı o pogroma sürüklərsən ölüm itim olacaq. Ölüm itim də kimə lazım idi? Sovet Rus imperiyasına ki, Azərbaycan xalqını bir vəhşi xalq kimi qələmə versin. Mən onu da deyim ki, o vaxtda Dizerjinsk klubda Rus hərbiçilərinin qanlı paltarın, kaskaların qoyurdular, xariciləri gətirib göstərdilər ki, bu Azərbaycanlılar bu belə vəhşi xalq kimi. Hələ hətta bir dənə mən yadıma gəlib, bir xanım var idi. Ola bilər ki, bilərəkdən, bilmərəkdən Rus əskərini çağırmışdı evə. Sonra da evdə bizim bir Azərbaycanlı yoldaş var idi. Bu hərbiçini güya elə bilə öldürüblər, avtomatını götürmüşdülər. Bu hərbiçini atmışlar dənizin qırağında, o vaxtı Xətai ərazisində dənizin. Bu ölməyib, soyuqda bu qana balta ilə vurmuşdular. Sonradan bu hərbiçini götürüblər, sağlandan sonra Yerevanda xidmət elədi. Təzədir həmin hərbiçi Azərbaycan əleyhinə xarici jurnalistlər mətbuatda necə yəni ki əleyhimizə. Yəni bu istifadə olunurdu bizim öz əleyhimizə. Mən onu demək istəyirəm ki, həmin o dövrdə bax mən birin qoyub ofisinə keçdim. Mən Bakıya qayıdandan sonra gəldim ki, tutulanların içində atam da ağır xəstə, böyük vətən müharibəsi ilə biz az səminatlı, kasıb ailədənik. Gəldim, böyük qardaşım da deyilə həbs olunub. Gəldim, hara getdim, yeri gizli saxlanıb tutulana, siyasi liderlər. Gəlindim, axırda o vaxtda cavan idim, o vaxtı belə həm də ki bir cəsarət var idi, gəncliyimiz, bizim sağlamlığımız biraz var idi. Qalxdım o vaxtı, indi potensial xidmət deyirlər, o da UTI deyirlər. Cəza çəkmə müəssisəsinin baş idarəsi Daxili İşlər Nazirinin nəzdində idi. Sahil metrosunun yanında. Qalxdım ora, birbaşa oranın rəhbərinin yanına. Onun rəhbərindən dedim, görüşmək istəydim. Dedi, görüşdü, Əzim Pirev idi o. Mən onu da tanıdım. Dedi, niyə gəlmişsən, oğlum? Dedim, bəs mənim qardaşım da həbs olunub. Dedi ki, səni həbs eləyərlər, özünü qoru. Bu dedi, bayıldadır, gətirəcəklər Binəqədiyə, orada cəza çəkmə müəssisəsinin bir aylıq saxlanma, bir aylıq yeri var. Oradan da gətirəcəklər Jens konstitusiyanın arxasına. Nəsə bunu mənə deyildi, yəni onun milli ruhlu vətənpərvərliyi bunu dedirtdi mənə. Məni tanımırdı o. Gəldim, həmin dövrdə yataqxana var idi. Yataqxanadan dəvətçidən dedi komenda, Sona xanım indi mən rəhmədə gedib, sağdı. Sona xanıma dedim ki, bəs döşək lazımdır məhkumlara 15. Oranın da rəhbəri Lənkəran bölgəsindən idi, rəisi. Görüşdüm, milli ruhlu bir qardaş idi. Dedi, döşək gətir, burada taxtanın üstünə yatır. O vaxtı Nəcəf Nəfət oydu, Xəlil Rza idi, Məhəmməd Hatəmi idi, böyük qardaşım Xuduxudiyev idi, Əbülfəz Elçibəy idi. Durdum, mən onlarla görüşdürüləndə Sona xanım da deyir ki, bəs
Əbülfəz Elçibay mənim müəllimim olub. Döşəyi etiraz eləmədi, dövlətin yataqxananın döşəyi, yorğanı. Götürdüm, maşın tutdum, avtobus var idi. Apardım həmin 15 döşəyi ora. Yəni orada siz, yəni qorxu yox idi o vaxtı bizdə. Apardıq, geylədim, 15 gün onlar o döşəyin üstündə yatdılar və o vaxtı mərhum Elçibəy idi, mənimlə görüşürdük də, o vaxtı gəlirdi, hamı gəlirdi, görüşür. Dedilər, bəs o vaxtı Əfqanistan döyüşçülərini, Əfqanistanla bağlı Sakharov böyük dəstək verdi, müdafiə edirdi. Rəhmətli Elçibəy deyir ki, bəs Sakharov Azərbaycana gəlib, məlumatları var idi. Bunlarla görüş, yəni ki, müraciət lazımdır ki, Əfqan döyüşçülərini həbs ediblər burada, Əfqan döyüşçülərini. Müraciət verildi mənə, indi bunu çatdırmalıyam mən Sakharova. Nə qədər elədim, gizli qalırdı Sakharovun yeri. Gəldik, bir yoldaş var idi, 5 nömrəli xəstəxanada aptekdə işləyirdi, Zakir adında aptekin müdürü. O da dəstək oldu mənə. Gəldik, mərhum Ziya Binatovu tapdıq, akademik. Ziya Binatovun sağ o vaxtı köməkli elədi, zəng elədi ora-bura, Sakharovun yaşadığı, qaldığı yer Köhnə turistin yeri təyin olundu. Mən həmin, yəni məxvidi Köhnə turistə getdim. Oranın Şeyx Poferi vardı, rəhmətə gedib Köhnə turistə. Allah rəhmət eləsin. İndiyənə kimi yadıma gəlir, Sakharov çıxdı, yanında da deyirlər erməni idi. Üzü tühlü qadın idi, balaca boy. Həmin müraciəti ötürdü Padnosda Sakharova. Belə sonradan isə bildiyiniz kimi belə, yəni demək istəyirəm ki, bu mənim öz tərəfimdən, yəni burada mənə kömək edən, yəni mənim özümün ətrafımda. Bəndəliyev dedim, o Həsən var idi, Gəncədən burada Elxan var idi, həmişə mənim köməyimə dəstək olurdu. Burada hərəkatda ziyalı bir qardaşımız vardı, Şəmkirdən, Yəslən. İndi bilmirəm harada, Fərəmüz adında, Qahir adında vardı, İsmaildan. Onda insanlar çox idi. Yəni ki, mən öz boynuma düşən tərəfin mən deyirəm, mən tərəfdən nə oldu. Amma o dövrdə mən o işləri öz adıma da çıxa bilmərəm. Bunun siyasi liderləri var idi ya bu hərəkatda. Sonradan isə mən ağır xəstəliyə düşər oldum. O dövrdə Sovet Rus İmperiyasının vaxtında milli ordu yox idi. O vaxtı vətənpərvər insanlar hərəsi əlindən ya quş tüfəngi ilə, ya harda bir köynə silahla gedirildi o sərhəd bölgəsinin içindən gələn milli ruhlarla. Sərhədlərdə durulurdu. Bax, siz o boyda fəaliyyətinizi dediniz və səhhətinizdəki problemləri də dediniz. Mənə maraqlıdır. Bugün o əməyinizin, hər bir əməyin bir bəhrəsi olur da. Bugün onun bəhrəsini görürsünüzmü? Sizin xalq hərəkatındakı, 20 yanvar hadisələrindəki fəaliyyətinizin bugün nəticəsi necədir? İradə xanım, o vaxtı mən sizə deməsəm, mən gözəl əlimdə pul vəsaitim var idi. Mən o pul qazandığım pulu, bizi kasıb ailədən olmuşduq. Mən o pulumu hamısını bu yollarda qurban verdim. 3 qardaş üçümüz də əlilik. Neçə də bayaq dedim, rəhmətli şəhid İlham da bizə qohumdu. Neçə şəhid verdi. 87-ci əmim Cəlil Xudiyev şəhid oldu Tan kəndində. Bir əmim 1918-ci ildə Sultan Bəyazın döyüşündə həlak olub, şəhid olub. Yəni mən onun təmannına güdmək üçün mənim bir arzum olub. Allahdan Azərbaycan dövlətimi müstəqil bir dövlət görmək bir bayraq altında. Şükür Allah ki, bu arzumu çatdım, gördüm və ikinci arzum o olmuşdu ki, bu Qarabağda olanda bu bayrağı mən sancam. Gənc oğlan var, Yaşar. Onun anası yaxında rəhmədi. Mənim yaxın qohumdur, onu bahis elə mənim əmmi oğlundadır, Yaşar. O saxtı bayrağı. Mənim arzum o idi ki, yəni gənclikdə onu mən etdim. Mən etmədim, o kimsə etdi də bizim öz millətimiz. Təmanna güdməmişəm. Yəni bunu qarşılıqsız hər bir Azərbaycanı, o şəhid olanlar var idi.
vətən yolunda, dövlət yolunda. O nəsə təmanla güdməyib ki, mən də necə güdəm. Amma siz deyirsiniz belə, yenə də mənim öz demək istəyirəm ki, əmlakım var idi. 10 illərlə şəxsi əmlakım. Həmin əmlakı rəhbərlik elədim Beynəlxalq Əlillər Cəmiyyətinin, ondan sonra Əlillər Dünyası qəzetinin, Türk Dünyası Turan Düşüncə Mərkəzi, Türk Mədəniyyəti İctimai Birliyinin təmənnası olaraq ofis idi, istifadə olunurdu. Hətta hər il orada ulu öndərimizin, şəhidlərimizlə bağlı tədbirlər keçirirdi, yığışırdıq, qiymətli gelirdi. Bu çəkilişdə bütün dövlət qurumlarında da, özəl mətbuatlarda da. Və həmin yer dövlətin pilot layihəsi ilə gəlildi, orada razılaşma ilə söküldü, yerində ev tikildi. 16 mərtəbə ucalır. Biz öz əmlak təhvil təslimi, indiyənə kimi 10 ildir biz kirayəyik. İndi də bilmişik ki, bizim əmlakımız satılıblar şirkətin rəhbəri tərəfindən. Sonradan bilirlər ki, həmin adama cinayət işi başlanılıb. Təsəvvür edin ki, mən sizə bir maraq üçün elə göstərəcəm. Bax, bu göstərdim 5 kilo çəkisidir bu sənədlərin. Bu şikayətlər olunur, şəxsi əmlakımızı. Həmin əmlakımızı da dövlətin və əli və şəhidlərin mənafi üçün istifadə eləmişik. Otururduq, şəxsi əmlakımız idi. İndi biz şəxsi əmlakımızda satıblar. İndi müraciət burada bununla bağlı cinayət başlanılıb. Bizim şikayətimizə baxılmır. Zərər çəkən kimi mən maraq üçün tərəzinə qoyuram ki, görün, bu boyda, bax, bu da bunun qiyməti, dəyəridir. Bu şikayətin qarşılıqlı əvəzi budur. Bax, gördüyünüz budur. Sənəddəki burada. Bax, qiymət dəyər budur. Amma mənim bir ikinci arzumu da deyim, bax, arzum olub ki, mən həmişə vətənimi, millətimi, dövlətimi sevmişəm. Arzuma çatmışam ki, Azərbaycan müstəqil dövlət görmüşəm. Amma bütöv Azərbaycan arzusu həmişə mənim içimdə yaşayır. Bütöv Azərbaycan. İndi bizim o vətənpərvər ziyalılarımız var, bayaq dedim, çoxdur. Sabr Samxanlıdır, hörmətim var, böyük rəğbətim var. O bayaq da çəkdim vertolyotda şəhid olanlarımız rəhməti Vəli Məmmədov qeyrətli insanlar idi. Orada şəxsən tanıdığım mərhum şəhidimiz Məhəmməd Əsədov vardı. SK Kompartiyada İnzibat Şöbə kuratoruydu. Mən o vaxtda hüquq mühafizə orqanlarına işə keçmək istəyirdim. Ona şikayət edirdim ki, o məni qəbul eləmişdi, ondan belə tanıyırdım. Qeyrətli vətənpərvər insan idi. Bunun eşitdim yaxında oğlu da rəhmətə gedib, Allah rəhmət eləsin. Yəni o qeyrətli insanlarımızın dövlətimizdə istəyir çalışanlar, istəyir sadə xalqımızın içərisində hamısına Allahdan rəhmət, yerdə qalanlara da can sağlığı, əli və xəstə olan insanlara da şəfa diləyirəm. Mən də ki, indi gördüyünüz hiss yersiz danışığımda da çətinlik çəkirəm. Azərbaycan Vətən müharibəsində 44 günlük zəfər tariximizdə Azərbaycan gəncliyi özlərini göstərdilər. Allah şəhidlərimizə rəhmət eləsin, Allah ordumuzu qorusun, qazilərimizə can sağlığı. Siz son olaraq Azərbaycan gəncliyinə nə demək istəyərdiniz? Mən Azərbaycan gəncliyinə, mənim birinci arzum oydu ki, vətənpərvər gənclərimiz az deyil, bayaq siz də göstərdiniz, 44 gün müharibə göstərdi. Sağ olsun bizim Ali Baş Komandamız, Vitse-Prezident Mehriban xanım, həmin o vətənpərvər gənclərin yetişdirməyində bunların əməyi az deyildir. Və mənim elə gəlir ki, belə bizim vətənpərvər insanlarımız var. İstəyir zabitlər, istəyir bu hərəkatda təmiz siyasətdən kənar vətənpərvər insanlarımız, bunlarla görüş keçirilmək, onların həyat tarixindən, bunlarla vətənpərvərliyi aşılandırılması orta məktəbdən. Yəni gənclərimiz bayaq dediyim ki, 44 gündə özlərini göstərdilər. Bundan öncə fikrimi bildirdim ki, mənim bir arzum ki, o şəhidlərimiz o gənclərdə həmişə ən birinci onlar da vətənpərvər hissləri ondan qalxar ki, o vaxt 26'lar gedib gəlinlə bəy onu ziyarət edir. Şəhidlərimizin ziyarət eləsələr, elə onu birinci o vətənpərvər hisslərini bax oradan daha da dərinləşdirmək olar. Amma mən sizə bir sözlə demək istəyirəm ki,
o təhlükə gələndə bizim xalqımızda elə bir an var ki, tez bir zamanda o birləşmək bacarığı var. O dövrdəki də 31, neçə il olar? 88, 90-cı ildə neçə il keçər? 37, 40 ilə yaxındır. Onda da həmrəyliyin göstərildi. İndi də 44 günün müharibədə göstərildi. Ancaq bizim müəllimlərimizdən, orta məktəb müəllimlərimizdən, ən əsas da bu gənclərimizin tərbiyəvi, əxlaqlı böyüdülməsində və onları yetişdirilməsində orta məktəb müəllimlərinin boyuna böyük düşür. Yəni, bir də o olsun ki, Allahdan bütöv mənim Azərbaycan dövlətini müstəqil gördüm. İndi mən ağır səhhətimdə ciddi xəstəliyim olduğuna görə bəlkə mən o günü görə bilmədim. Bütöv Azərbaycanımızı görmək istəyirəm bir bayraq altında. İnşallah. 40 milyon, 60 milyon Azərbaycan. İnşallah görəsiz. Çox sağ olun Tahir müəllim, çox minnətdarıq. Sağ olasınız. Ayırdınız. Mən də yenə deyirəm, danış səsimdə, nəfəsimdə qüsur olduğuna görə hamıdan bir də məni kim izləyəcək, hamıdan üzr istəyirəm. O məndə olan səhhətimdə ciddi problemlər var.